Balakən şəhərində 2 mərtəbəli üstü mansard yeni tikili ev satışa çıxarılır. Həyətinə aid ayaq yolusu, su xətti çəkilmişdir, işlək haldadır. Qonşular ilə aralıq kubik daşdan hörülmüşdür. Möhkəm şəkildə tikilmiş evdir. Gördüyünüz beton kolonlardır. Birinci və ikinci mərtəbə arası beton monolitdir. Bu otaq anbar kimi nəzərdə tutulmuşdur. Gördüyünüz gibi cüt daş kubikdir. Yəni birinci mərtəbədə kərpic işlənməkdir. Yeni tikili evə işıq xətləri çəkilmişdir. Açıq eyvanı var. İkinci mərtəbəsi də cüt daş kubikdən işlənibdir. Belə bir geniş otaq. Hər otaqlara işıq xətləri qoyulmuşdur. Koridorun baş hissəsində ayaq yolu kimi nəzərdə tutulmuşdur. Bu hissədə də hamam kimi nəzərdə tutulmuşdur. Qeyd etdiyim kimi hər yerdə işıq xətləri çəkilmişdir. Mansardda da gördüyünüz gibi beton pilləkənlərdir. Mansardda da 2 dənə açıq balkon kimi monolitdir. Yəni bu hissə şam pərdələrdir. Sıx şəkildə vurulmuşdur. Çerpiçanın alt hissəsindən izolyasiya olunmuşdur. Gördüyünüz kimi çox möhkəm şəkildə tikilmiş bir evdir. Həyətyanı torpaq sahəsi 5 sotdur. Ev kubçalıdır. Qiyməti 70.000 manata təklif olunur. Qeyd etdiyim kimi kubçalıdır. Notarial qaydada alqı-satqı edərək yeni tikili evi əldə edə bilərsiniz.